Azərbaycanın 5 il bundan əvvəl Ermənistan və bütün Qərb dünyası ilə, Ukraynanın isə son 4 ildə Rusiya ilə apardığı savaşın səbəb və nəticələri hələ uzun illər müzakirə olunacaq. Tarixi dəyişikliklərə salınacaq, alimlərin araşdırma mövzusuna çevriləcək. Amma bir həqiqət həmişə ana xətt təşkil edəcək. Azərbaycan apardığı müharibədə qalib gəldi və suverenliyini tam bərpa etdi. Ukrayna isə bugünkü nəticələrlə qiymətləndirsək məğlub oldu. Bu həqiqətin aksioma olduğunu bilən hər kəs dərhal sual verəcək. Niyə belə oldu? Azərbaycan və Ukrayna axı eyni amal uğrunda savaşdılar. Hər ikisi suverenliyini, ərazi bütövlüyünü bərpa etmək, torpaqlarını işğalçılardan, separatçılardan təmizləmək üçün mübarizə apardı. Niyə biri qalib gəldi, digəri yox? Halbuki Azərbaycan müharibəyə başlayanda Türkiyə, İsrail və Pakistanın mənəvi və diplomatik, o cümlədən pulla aldığımız hərbi silah-sursat dəstəyini çıxsaq, demək olar ki, tək savaş apardı. Ermənistana isə bütün Qərb, ABŞ, Rusiya, İran kimi böyük güclər kömək etdi. Pulsuz silah-sursat, muzlu döyüşçülər, diplomatik, siyasi, iqtisadi, media dəstəyi gecə və gündüz Ermənistanın xeyrinə çalışdı. Vaşinqton, Paris, Moskva, Tehran hər gün Bakıya təzyiqlər göstərdi. Şər atdı, hədə-qorxu gəldi. Qərbin bütün transmilli media qurumları gecə-gündüz anti-Azərbaycan təbliğatı apardı. Amma gördüyünüz kimi nəticə əldə edə bilmədilər. Bunun sadə bir səbəbi var. Azərbaycanın lideri İlham Əliyev və onun ətrafında birləşən xalqı var. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və onun əmrlərini yerinə yetirən ordusu var. Qalibiyyəti təmin edən əsas amillərdən birincisi də məhz bu idi. O cümlədən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn tələb etdiyi qaydalara uyğun tək başına, öz iradəsi ilə müharibə apardı. Bakı kimlərinsə maraqlarını təmin etmək, kimlərinsə yanında buyruq qulu olmaq üçün savaş aparmadı. 30 il işğalda olan ərazilərini bərpa etmək üçün savaşdı. Özdə elə bir savaş nümayiş etdirdi ki, həm humanizm baxımından, həm də peşəkarlıq baxımından dünya hərb tarixinə düşdü və istədiyinə də nail oldu. Bizdən düz bir il sonra Ukrayna-Rusiya müharibəsi başladı. Daha doğrusu Rusiya Ukraynaya hücum edərək ərazilərini işğal etdi. Bizim haqq savaşımızı haqsız çıxartmağa çalışan Avropa və ABŞ bütün hərbisi və gücü ilə Ukraynaya dəstək verdi. Diplomatik, maliyyə, hərbi mütəxəssislər, texnika, silah-sursat baxımından Ukraynaya nə lazımdırsa təmin edildi. Bugün Ukrayna ordusunda ən müasir hərbi təyyarələr, hava hücumundan müdafiə qüvvələri, raketlər, dronlar, tanklar, toplar var ki, hətta bir çox Şərqi Avropa ölkələrinin hərbi arsenalında belə yoxdur. Və Ukrayna xalqı da qəhrəmancasına savaşır. Amma Ukrayna məğlub olur. Səbəb nədir? Azərbaycan tək başına Ermənistan və arxasında olan Qərb, ABŞ, Rusiya, İran kimi gücləri 44 günə məğlub edə bildi. Amma Avropanın, ABŞ və ümumiyyətlə bütün dünyanın yardım etdiyi Ukrayna məğlub olur. Bəyəm Rusiya bütün dünyadan güclüdür? Yox, səbəb başqadır. Birincisi, lider və əsl Ali Baş Komandan yoxdur. Azı da olsa deməliyəm ki, Rusiya-Ukrayna müharibəsi Kiyevdən yox, Brüsseldən, Vaşinqtondan idarə olundu və olunur. Kiyev bu şəhərlərdən gələn tapşırıqları yerinə yetirməyə məcburdur. Kiyev ona verilən yardımlar, silah-sursatların həzmi qədər savaşa bildi. Bu qədər isə müharibənin uzanması üçün gah azaldı, gah da artdı. Müharibə Kiyevin və Ukrayna xalqının maraqları və istəkləri ilə aparılmadı. Joe Bidenin istəyi və maraqları isə bu gözəl ölkəni çıxılmaz bir dalana saldı. Brüsselin və Vaşinqtonun müharibə həqiqətləri Ukrayna xalqının döyüş meydanlarındakı reallığı ilə düz mütənasib deyil. Transmilli media qurumları Azərbaycana münasibətdə danışdıqları yalanları Ukrayna xalqının savaşında da təkrarladılar. Bir fərqlə ki, bizdə Azərbaycanın əleyhinə, Ukraynada isə onun xeyrinə yalan danışdılar. Nəticədə bugünkü mənzərə yarandı. Müharibəyə xeyir dua verib, siz qalib gələcəksiniz deyib, Ukraynanı odun alovun içinə sürükləyən güclər bugün Kiyevə təslim olmaq üçün təkliflər paketi təqdim edirlər. Razı olmayanda da şantaj edirlər ki, bütün yardımları kəsəcəyik. Deməyim o ki, Azərbaycan öz ipi ilə quyuya düşdü və oradan qalib çıxdı. Və bu ipi əlində möhkəm tutan lideri Ali Baş Komandanı oldu. Ukrayna isə başqasının ipi ilə quyuya düşüb və indi həmən ipi Vaşinqton, Brüssel kəsir deyə Zelenski xalqına müraciət edib deyir ki, biz Polad kimi möhkəm olsaq da sınma mərhələsinə gəlmişik. Və çox təəssüf ki, bu Poladı Rusiyanın təcavüzü sındırmır. Ukraynanın öz müttəfiqləri onları müharibəyə soxan, qorxma deyənlər sındırır.